Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kullu ümmeti muafə illəl mücahidin. Günahları aşkarda edənlərdən başqa bütün ümmətin bağışlanandır. Və sonra buyurur ki, sallallahu aleyhi və səlləm, və innə minəl muhacərəti ən ya'mələr rəzul billeyl əmələn. Bir kişi gecə bir iş görər, bir əməl edir. Yəni ki, bir günah iş görər gecə. Yəni gecənin qaranlığını siz bilməz, yəni. Özü bilər, bir də Rəbbi bilər. Bir günah edir. Thumma yusbihu və qad sətrəhullah. Səhərə çıxar, halbuki Allah onun o günahını örtüb. Yəni heç bilmir. Yəni bir Allah bilir, bir də özü bilir bu günahı. Heç kəsin xəbəri yoxdur. Yəni Allah bunu eləyib? İfşa eləməyib, sitr eləyib onu. Yəni heç kəsin xəbəri yoxdur bu günahından. Fəyəqul, başı o nə edir? Gəlir dostların arasına girir. Gəlir məscidə, çayxanaya, kafeyə, nə bilim, ora-bura, dost tanışın yanına. Deyir ki, ey filan kəs, dünən belə bir iş görmüşəm. Getdim, filan yerə getdim, belə bir iş gördüm, filan şey elədim. Yəni, axşam etdiyi günahı, Allahın gizlətdiyi bir günahı neyinir? Günüz gəlir, insanlara danışır. Halbuki Allah onun eybini örtmüşdü. O isə səhər açılan kimi öz elədiyi günahı yayımlayır. Peyğəmbər sallallahu aleyhi və səlləm bunlar haqqında nə deyir? Bunlar mücahirdir. Mücahir, mücahid yox, mücahir. Yəni, gizlidə olan günahını aşkarda insanlara bildirən. Və bunların cəzası nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm bu ki, bütün ümmətim afiyyət içərisində olacaq. Yəni, günah edib gizlində ki, günah edir, onu insanlara bildirmir. Hətta o da bağışlanacaq o insan. Yəni, o özünlə Rəbbi arasında olacaq da, o günahı. Allah subhanahu ona da afiyyət gələcək. Afiyyət gəlməyən kim olacaq? Günah edir, sonra günahını hədisdə deyilən kimi gəlir insanlara aşkarda bildirir. Demək, bu əməl böyük günahlardandır. Yəni, insanın Allahın ona gizli saxladığı bir əməli gəlib aşkarda insanlara söyləməsi, aşkara biruzə verməsi, bu onun böyük günahlarından hesab edilir. Əslində, Allah subhanahu wa ta'ala, yəni o insan günah eləyəndə ona niyə görə sitir verib? Yəni Allah subhanahu wa ta'ala Rəhman Rəhimdir, Təvvabdır. Yəni bağışlayandır. O insana möhlət verir ki, insan günah edir. Günah eləmək insanlıq halıdır. Günah eləmək insanlıq halıdır. İnsan günah edir. Lakin günahdan sonra tövbə deyirsə, Allah subhanahu wa ta'ala onu sitir edib ki, tövbə eləsin. Həmin anda eləməsi belə, 5 gün sonra, 1 ay sonra nə vaxtsa tövbə eləsin, Allah subhanahu wa ta'ala onu bağışlasın.